çiyində ağrıya səbəb olan patologiyalar hansılardır? Ən çox rastladığımız patologiya impingement sindromudur. Hər yaşda rast gəlirik, xüsusən idmançılarda və irəli yaş pasientlərimizdə daha çox rast gəlirik ki, bu da supraspinatus əzələsinin daha çox akromion dediyimiz dimdiyə bənzər çıxıntı ilə tuberkulum majus dediyimiz bazı sümüyünün böyük qablar arasında sıxışmasından söhbət gedir, yəni impingementdən söhbət gedir. Xüsusən ağrının yayıldığı bölgə çiyinin bazunun anterolateral hissəsidir. Qol hərəkəti ciddi ağrılı olur. Ağrı kəsici içməsinə rəğmən həyat komfortu ciddi şəkildə pozulmuş olur. Yəni ağrıları tam keçmir. Hərəkətlər ağrıdan dolayı ciddi məhdud olur. Az bir hərəkət ciddi bir ağrıya səbəb ola bilir. Təbii ki, müalicəsi ilk dövrlərdə bəsitdir. Müəyyən prosedurlardan sonra biz bu xəstələrə terapevtik yolla, müalicəvi yolla ağrılarını aradan qaldıra bilirik. Amma işin arxasında bəzi ciddi problemlər ola bilər. Məsələn, irəli yaşlı xəstələrdə biz bərabərində bazı çiyin oynağının artrozuna rast gəlirik. Çiyin artrozunda da qığırdaq oynağından tut, bütün qığırdaq çevrəsində olan labrum, oynaq kapsulası və digər toxumaların hamısı zədələnmiş olur. Və bu dövrdə sadəcə impingementlə bərabər artroz olduğu zaman xəstənin müalicəsi bəzən çətin ola bilər, hətta irəli mərhələdə cərrahi müdaxilə gələ bilər ki, bərabərində biz akromiyoklavikular oynaqda da baş verən artrozu görə bilirik. Bu daha çox çiyin üzərinə atma və güləş dediyimiz, judo dediyimiz idmanlarla məşğul olan insanlarda daha çox rastlayırıq. Impingement sindromunun irəli mərhələsində artıq supraspinatus vətərində qopuqlar əmələ gələ bilir ki, xəstəmiz drop arm testi dediyimiz, yəni düşən qol testində xəstənin öz əlini saxlaya bilməməsi, əzələ gücünün tama yaxın olmaması, bunlar da artıq təəssüflər olsun ki, cərrahi müalicə gərəkdirir. Çiyin oynağında olan əsas rastladığımız problemlər budur, amma gənc insanlarda ən çox rastladığımız problemlərdən biri də vərdişli çiyin çıxıqlarıdır. Vərdişli çiyin çıxıqları ya anatomik strukturda olan müəyyən dəyişikliklərdən dolayı və yaxud malformasiyadan dolayı ola bilir və yaxud da ki, hər hansı bir keçirdiyi travmadan sonra Bankart dediyimiz və Hisak dediyimiz lezionların, özəlliklə də anterorenal labrumun yırtılması, yəni Bankart lezionu sonrası oynağın və ön bölgədə olan kapsulanın və bağın instabilliyi nəticəsində kiçik bir hərəkətlərdə, xüsusən də əndişə testi dediyimiz testdə çiyinin çıxmasıdır. Qolunu arxaya apararkən əlində bir yüklə qolunun çıxmasıdır və ya idman zamanı yumruq atarkən və ya əl atarkən qolunun çıxıb yanına düşməsidir ki, bu xəstələr bəzən özləri belə artıq peşəkarlaşırlar bu sahədə, çiyinlərini özləri yerinə sala bilirlər. Təbii ki, hər çiyin çıxanda, hər dəfə də çiyin qeyri-peşəkar şəkildə belə deyim də yerinə salındığında oynağın içində olan qığırdaqlar, labrum, kapsula, bağlar hamısı zədələnir. Və bu zədələnmələr ilkin mərhələlərdə ciddi problem yaratmasa da, yəni ilkin mərhələdə xəstə sadəcə çiyinin çıxdığını deyir. Amma irəli mərhələlərdə həm də ağrı ilə müşahidə olunur bu. Çünki məsələnin içində artıq oynağın qığırdağının yeyilməyi, zədələnməyə və artroz başlamağı səbəb ola bilər. Yəni oynaqda dediyimiz kimi bir osteoartrit yaranır, geniş bir proses başlayır və bu proses əsasında da xəstələrdə olan ağrı, xəstələrdə olan hərəkət məhdudluğu və diskomfort məcbur edir ki, biz bu xəstələrdə əməliyyat icra edib, oynağın çıxmağını əngəlləmək üçün xüsusi əməliyyatlar icra edirik. Hansı çiyin ağrılarında həkimə gedilməlidir və yaxud hansı ağrılarda öz-özünə keçəcəyini biz gözləməliyik? Əslində, öz-özünə keçəcəyini gözləmək hər zaman olmasa da, əksər zamanlarda prosesin daha irəliləməsinə səbəb ola bilər. Amma əgər problem oynaqda deyilsə, tutaq ki, əzələlərdədirsə, ki, bildiyimiz kimi çiyin oynağı bədənimizdə ən çox hərəkət edən oynaqdır. Bütün istiqamətlərdə hərəkəti olan bir oynaqdır və bu belə olduğu zaman oynağın zədələnmə riski digərlərindən qat-qat çoxdur. Baxmayaraq ki, yük daşıyan bir oynaq deyil, yəni bədən ağırlığını daşıyan bir oynaq deyil, amma bildiyimiz kimi turnik dediyimiz, paralel qollar dediyimiz kanat olsun və yaxud atıcılıq idmanları olsun, bu cür bir çox patologiyalarda, məsələn, atılacılarda biz ən çox rastladığımız problem slap lezyon dediyimiz oynaqda olan o glenoidin üst hissəsinin yırtılmasıdır ki, xəstə normal vaxtlarda heç ağrı hiss etməz, amma əlinlə bir şey atarkən qolunda ciddi bir ağrı hiss edər. Bu problemlərin hamısında pasientin müraciət etməsində fayda var, çünki işə erkən mərhələdə çözümü daha asan olur. Amma nə zaman müraciət etməyə bilər? Ağır bir idman rejimi keçiribdir, əzəlləri ağrıyır, çiyin ətrafındakı əzəllər ağrıyır. Bu, bir müddət sonra, əzələrin istirahətə verdikdən sonra keçə bilər. Əgər 2-3 gün ərzində, istirahət ərzində ağrı keçmirsə, demək ki, altında yatan bir ciddi səbəb var.
həkimə müraciət etməklərini tövsiyə edirəm.